Salam, hər birinizi salamlayıram. Mövzu coğrafiyadır. Blok sınağı imtahana düşmüş, sualların izahını verəcəm. Və 31-ci sualda Asiyanın yarımadalarını bizdən istəyir. Bir çıxdaş üsulundan da istifadə edib bunu tapa bilərik. A variantında Yamaldır, Rusiyaya aiddir, Koreyadır, platformadadır. Kamçatkada Rusiyaya aiddir. Elə doğru cavabımız A variantı. Amma biz çıxdaşla digər variantlara baxaq. Məsələn, B variantında AP'nin Avropaya aiddir. Bizdən Asiyanı istəyir. C variantında Kola Avropaya aiddir. D variantında Krım Ukraynanın yarımadasıdır. Avropaya aiddir. E də Priney, deməli Avropaya. Doğru cavabımız A variantıdır. 32. Ətrafında toz və dumanlıqdan ibarət halqaları olan planet. Əlbəttə ki, bu Saturn planetidir. Yeganə planet budur. Sonra 33-ə baxırıq. 33-də Atlas dağlarına aid doğru məlumatları seçin. Atlas dağları Cavan dağlardır. Afrikanın şimal olan hissəsində yerləşir. Baxaq variantlara. Qədim dağlardır. Xeyr, qədim ola bilməz. Kaynazoyda yaranmışdır. Ona görə bir variantı olanlar biz çıxdaşdan istifadə edib daha tez məqsədimizə çatarıq. Divergent sərhəddə yaranıb. Divergent ola bilməz. Bu konvergentdir. Ona görə 2 də harda varsa silsək, avtomatik cavab Y variantı. Amma digərləri yenə baxaq. 3. Afrika materikinin şimal qərbində yerləşir. Bu doğrudur. Hətta fosforit yataqlarla zəncində 3-ü götürdük. Vulkanik dağdır. Xeyr, vulkanik deyil. Bu toqquşmadan əmələ gəlir. Toqquşmadan olan dağlar vulkanik yox, qırışıq sıra dağlar hesab olunacaq. 5. Kaynazoy erasında əmələ gəlib. Əlbəttə Kaynazoydadır. Cavan olduğu üçün alt qırışıqlığıdır. 6. Konvergent sərhəddə yerləşir. Konvergent yəni toqquşmadır. Nə ilə nəyin toqquşması desək, Afrika litası və tabası ilə Avropa qitəsinin toqquşmasından yaranır. Ona görə doğru cavabımız Y variantı. Keçdik 34-cü suala. Hansı ərazilərdə geotermik pillə daha böyükdür? Baxın, buna diqqətli olaq. Geotermik pillə böyük olur, bir də kiçik olur. Böyük deyəndə biz platforma, yəni sabit olan yerləri axtaracağıq. Kiçik deyəndə isə geosinknallar, bunu seç. Bunu harasa qeyd edeyim. Kiçik deyəndə aktiv yerlər, yəni geosinknal yerləri axtarır. Bizə böyük deyirsə, variantlara baxaq. Avstraliya bəli platformadır. Braziliya platformadır. Şərqi Avropada platformadır. Doğru cavabım A variantı eləyir. Baxaq B variantında niyə olmaz? Alt dağı cavandır, geosinknaldır, mümkün deyil. Burada kiçikdir. Yeni Zelandiya geosinknaldır. Sonra Ant dağı geosinknaldır. Y variantında Alyaskadır, Kaliforniyadır, Meksika hər üçündə kiçikdir. Niyə? Çünki geosinknalda yerləşir. 35-ci sualda geosinknal inkişaf mərhələsinə uyğun gələn fikirləri uyğunlaşdırın. Biz burada şəkildə, baxın, birinci mərhələ, deməli, birinci mərhələ, bu əslində ikinci mərhələ olmalıdır. Şəklə əsasən xarici görünüşdən, bu isə üçüncü mərhələ olmalıdır. Sadəcə biz bu şəkillərə əsasən variantlarımızı uyğunlaşdıracağıq. Ümumiyyətlə, testlərə adətən geosinknal 3-cü mərhələsinə desə, necə relyefi götürək, biz cavan dağları verəcəyik bura, cavan. Amma geosinknal və yaxud da kaynazoy yaşlı çuxurlar, 4-cü mərhələ isə qədim dağlar və yaxud da platformaları götürəcəyik. Biz bu testi şəkillərə baxaraq etməliyik. Baxırıq 1. Bu 1 ilə birinci mərhələdir. Variantlarla daxili proseslər zəifləyir. Daxili prosesin zəiflədiyi ən sondadır. Yəni 4-ə verirəm A-nı. Deməli, bu olacaq bizdə A ilə B variantında. Sonra B. İri dağ sistemləri yaranır. Baxın, mən burada harada dedim? Cavan dağları, iri dağ sistemləri, sinklinal və geosinknalların birləşməsi desəm, mən bunu 2-yə verəcəm. Deməli, mən bu hissədə 2-yə B-ni versəm, mənim avtomatik cavabım A variantı alınır. Sonra 36. Sakit Okean odlu halqasında yerləşən fəaliyyətdə olan vulkanları bizdən istəyir. Deməli, A variantında Etna Apenin yarımadasındadır. Bu Alp Himalay qırışıqlığıdır. Olmaz. Krakatau Hekla İslandiyadadır. Yəni bu Sakit Okeanda deyil, Atlantik Okeandadır. Divergentdadır. Olmaz. Sonra C variantı. Doğru cavabım bu da C variantıdır. Gəlin baxaq. Ruapiaxu yerləşir Yeni Zelandiyada.
toqquşmadır. Sakit Okean olduğu qövsü. Asoda yerləşir. Yaponiyada yenə konvergent toqquşmada. D-də yenə Heklanı çıxırıq, E-də də yenə Heklanı çıxırıq. Gəldik 37. 37-yə baxırıq ki, məsələdir. Məsələni işləyək. Ekvator üzərində yerləşən, aralarında yerli vaxt fərqi 32 dəqiqə olan məntəqələr arasında, deməli, ekvator üzəri biz sıfırdır, bilirik. 2 dənə məntəqə verib bizə. A məntəqəsi, özümüzdən ki, A və B məntəqələri. Bunların arasında 32 dəqiqə var. Diqqətli ola, burada dəqiqə mənə nə demək istəyir? Mən bilirəm ki, yer kürəsi 1 saata 15 dərəcə dönür. Elə 1 saatın da 60 dəqiqədə, 60-ı da mən 15-ə böləndə eləyir 4 dərəcə. Daha doğrusu 4 dəqiqə. İndi bu 4 dəqiqənin hardan tapıldığını dedik. Deməli, yer kürəsi 1 dərəcəni 4 dəqiqəyə dönürsə, düzdür, mənə 32 dəqiqə verib də. Görün, bəs 32 dəqiqəni neçə dərəcəyə dönər? Neçə dərəcə dönər? 32 dəqiqəyə neçə dərəcə dönər? X verək bundan. Bu da x də bərabərdir. 32-ni 4-ə böləndə eləyir 8 dərəcə. Deməli, mən dəqiqəni dərəcəyə çevirdim. Yazım bura 8 dərəcə. Bu ekvatorun üstündə olduğu üçün mən burada həqiqi məsafəni tapa bilirəm də. Ekvatorda 1 dərəcə göğsün uzunluğu 111,1-dir. Məsələlərdə adətən bunu 111 götür. 1 dərəcə 111 kilometrdirsə, görün, bəs 8 dərəcəm nə qədərdir? X da bərabərdir 888 vurduq. 888 mənim həqiqi məsafəmdir, doğrusu məsafəm. Bunda, gəlin elə bunu burada işləyək. Yazıram, həqiqi məsafəm 888 kilometrdirsə, mənə miqyasda ver, baxın. Miqyası da 100 minə böləndə, yəni mən buradan 5 sıfırı siləndə qaldı 20. Bərabərdir 20. Məndən xəritədə nə qədər olduğunu istəyirsə, xəritədəki məsafəni. Yazıram, xəritədəki məsafəni tapmaq üçün həqiqini, yəni 888-i bölürəm 20-yə. Burada da mənim cavabım D variantı eləyir. 44,4 santimetr. Ümid edirəm ki, izahım aydın başa sala bildim. Digər suala baxaq, 38. Deyir ki, litosfer tavalarının müasir hərəkətinə aiddir. Bilirik, litosfer tavalары hərəkət eləyir. Bu nəzəriyyə Wegenerə aiddir. Birə baxaq. Aralıq dənizi tədricən böyüyür. Xeyr, Aralıq dənizi böyüyə bilməz, kiçilir. Niyə? Çünki Afrika şimal və şimal-şərqə doğru hərəkət eləyir, Avropaya yaxınlaşır. Bu səbəbdən Aralıq dənizi balacalaşır. Birlər ola bilməz. Biz variant olaraq da bu bizə dəstək olur. 2-yə baxırıq. Şimal yarımadası Afrikadan daha doğrusu burada Somali olmalıdır. Texniki səhv olub. Somali yarımadası Afrikadan uzaqlaşır. Deməli, Somali yarımadası bəli, Afrikadan uzaqlaşır. Deməli, divergent əmələ gəlir. Mən burada 2-ni də götürəcəm. 2-ni götürürəm. 2 olan variantlarım B ilə D-dir. 4. 2-ni götürürəm. 3-ü işarələmişəm. Qırmızı dənizin sahəsi böyüyür. Bəli, qırmızı dənizin sahəsi böyüyür. Deməli, 2, 3 hər ikisində var. Niyə böyüyür? Çünki deməli, Ərəbistan yarımadası şimal-şərqə doğru hərəkət edir. Afrikada şimal-şərqə doğru hərəkət edir. Sadəcə Afrika sürəti zəifdir, Ərəbistan sürəti isə daha çoxdur. Bu səbəbdən qırmızı dənizin sahəsi böyüyəcək, İran körfəzi isə balacalaşacaq. Deməli, 2, 3, 4-ü yoxlayaq. Ərəbistan yarımadası sürətlə Afrikaya yaxınlaşır. Xeyr, Afrikaya yaxınlaşmır, elə Asiyaya yaxınlaşır. Ona görə 4 gedəndə mənim avtomatik cavabım D variantı olacaq. Biz burada 5-ə də baxaq. Qafqaz dağları hər il bir neçə millimetr yüksəyə qalxır. Bəli, bu qalxırsa, deməli, Kür-Araz ovalığı isə enəcək. Doğru cavabım D variantı. Sonra 39. Miqyas verib bizə 1 bölünsün 600 min miqyaslı xəritədə 2 kvadrat santimetr olan meşənin yer üzərində sahəsi nə qədər olar? Biz bunu bu metodla eləyə bilərik. Miqyası sadələşdirək. Yəni 100 minə bölək. 100 minə böləndə yerdə qaldı 6. M bərabər 6. Bu xəritədəki sahəm olacaq
2 santimetr kvadrat. Burada nəyə diqqətli olun? Bu kvadrat var ha. Adətən biz bunu 2-ni kvadrata yüksəldir. Bu ola bilməz. Həmişə belə məsələlərdə miqyasın üzərində iş gedir. Biz həqqi məsafəni tapanda vurmalıyıq, amma nəyi nəyə? Deməli, miqyasın üstünə iş gedirsə, yəni 6-nın kvadratı vururuq 2-yə. Götürüb bunu 6-nı 4-ə vurmayacaq ha. 2-nin kvadratına yox, sırf iş miqyasda. Proses burada gedir. 6-nın kvadratı eləyir 36. 36-nı da mən 2-yə vuranda eləyir doğru cavabım C variantı 72. 40. Egzorasiya adlanır. Egzorasiya xarici qüvvənin, yəni eksogen prosesin yaratdığı relyef formasından buza aiddir. Buzun dağıdıcı fəaliyyətidir. Egzorasiya buzun dağıdıcı fəaliyyəti. Doğru cavabım elə A variantı olacaq. Sonra 41. Ən qədim süxurların yayıldığı fiziki, coğrafi rayonlar. Burada söhbət Azərbaycan ərazisindən gedir. Məlum məsələ, burada Sədərək qalxması, Zəyəmcə, hətta biz bura Əsriç çayın hövzəsi də deyə bilərik. Deməli, Tovuz rayonunda yerləşir. Doğru cavabım D variantı. Denudasiyon düzənlikləri seçin. Düzənliklər 2 yerə bölünür. Deməli, akkumulyativ, bir də denudasiyon. Akkumulyativ bizə deyəndə həmişə ovalıqları götürəcək. Bunu bir yerə qeyd edə bilərsiniz. Ovalıqlar. Məndən amma denudasiyonu istəyir deyənə, mən ovalıqları silirəm. Deməli, 2 getdi, 3 getdi, bir də 6 getdi. Yerdə qalacaq. Dekan yaylası, Meseta yaylası, Meksika. Meseta yaylası yeri gəlmişkən Priney yarımadasında, Dekan Hindistan yarımadasında yerləşir. Meksikanı da bilirik. Doğru cavabımız nə oldu burada? 1, 5, 1, 4, 5. Elə 1, 4, 5. Doğru cavabımız B variantı oldu. 43. Silsilələrdən biri Kiçik Qafqaza aid deyil. Sadəcə şərtə biraz diqqətlə baxaq. Aid olmayanı deyirsə, Kiçik Qafqaza aid olmasın. Bu yan silsilə olacaq. Yan silsilə Böyük Qafqazda yerləşir. Ən hündür nöqtəsində qeyd edilir Şahdağdır. Şahdağdır. Hündürlüyü 4242-43. Belə yadda saxlamaq daha rahat ola bilər. Gedək. 44. Metamorfik süxurlar hansılar? Süxurları 3 yerə bölürük. Çökmə süxurlar, çökmə. Xarici qüvvənin təsirindən yaranır. 2. Magmatik süxurlar. Magmatik süxurlar vulkanın çölə çıxartdığı, maqmanın yaratdığı süxurlardır. Metamorfik isə açar sözü bunun yüksək temperatur nəticəsində süxurların çevrilməsidir. Aha, indi variantlara baxaq. Bizə nə istəyir? Deməli, mərmər əhəng daşından əmələ gəlib, çevrilməli, doğrudur. Bazalt magmatikdir, vulkanın çölə çıxartdığı. Ona görə A variantı ola bilməz, əhəng daşlar çökmədi. Bu da mümkün deyil. Gedək B-yə. Mərmər, bəli, əhəng daşından əmələ gəlib. Kvarsit, qum kvarsitə çevrilib, qranit də qneysə çevrilib. Doğru cavab B variantı. C variantında çay daşı olmaz, çınqılı olmaz. Bunlar çökmədi. D variantında qum yenə çökmədi. D-də cil çökmədi. Qranitdir. Bax, burada qranit, qrafit yox. Qranit magmatik sayılacaq. 44. İndi biz 45-ə baxırıq. 45-ci suala baxaq. 45-ci sualda 45-ci sualı təyin eləmək üçün biz deməli xəritəni yaxşı bilməliyik. Xəritəni yaxşı bilmək üçün gərək xəritəyə çox baxaq. Bundan başqa yolu yoxdur. Mən 45-ci sual nə deyim? Aşağıda xəritə sxemdə bizdən Paraqaçay, Hacıvəli, Vejnəli yataqların uyğunca relyef formalarını müəyyən eləməyimizi istəyir. Deməli, Paraqaçay Diyaqçay molibden yatağıdır. Bu Naxçıvanın ərazisində Ordubadda yerləşəcək. Bu oldu. Deməli, 4-lə başlayırıq. Bu 4. Hacıvəli hökməli kvars qumudur. Bu da Abşeronda yerləşəcək. Biz bura yazırıq 6. Bu 6-dır. Vejnəli Zəngilanda qızıl yatağıdır. Bu da qızılın işarəsidir. Bu da 7. 4, 6, 7. Görək belə bir variant varmı? Bəli, doğru cavabım oldu A variantı. 4, 6, 7.
Sonra 46 yenə xəritə sxem Azərbaycanla bağlıdır. Bizdən nə istəyir? Ermənistanla sərhəddə arasında olan silsilələri müəyyən edin. Baxaq nə edin. Deməli, bu burada 1-dir. 1, 2, 3, 4. Aha. Ardıcıllıqlara baxaq. Məsələn, 4-ü avtomatik. Biz bilirik ki, Zəngəzurdur, düzdür? Ona görə mən baxıram. İşim daha rahat olsun deyənə. Ayla S'nin arasına qalırıq. Aha. Deməli, ayla S'nin arasına qalırıq. 1. Bax, bu 1 Göyçə gölündən yuxarıda Murquz olacaq. Murquz silsiləsidir. Sonra 2. Bu da Şahdağ silsiləsi Göyçə gölündən üzbəüzdür. 3 şərqi Göyçədir. Elə doğru cavabım mənim C variantı. Bunu bilmək üçün biz xəritəni daha yaxşı bilməliyik. 47. Paleozoy qurşağında yaranmış dağlar hansılar? Bizə paleozoy deyirsə, yəni qədim dağlar istəyir bizdən və yaxud da Kaledon Hersin qırşığına aid olan dağlar istəyir. Bu şərti bizə faylı dağ da versə, yenə doğru olar. Yəni qədim dağdan söhbət gedir. Biz yenə variantlara baxaq. Uraldır, böyük suarcı apa. Doğru cavabımız A'dır. Ural sərhəddə Avropa Asiyanın arasındadır. Qədimdir. Böyük suarcı Avstraliyadır. Bəli, qədimdir. Kastyuş ən hündür nöqtəsi 2228-dir. Uralınçını da qoyacaq. Bunlar bizim üçün önəmlidir. 1895 Uraldadır. Böyük suarcı da 2228-dir. Appalaj dağında da 2037-dir. Bu da yerləşir Şimali Amerika. Doğru cavabım A variantı. Bunu çıxdaş üsulundan da eləmək mümkündür. Asaddır, yəni. C-də Pamir cavandır, ola bilməz. Sonra Tibetli, Çerskidə bunlar üçü də Mezozoin kimmerisi olmaz. Ant cavandır. Altay da cavandır. Altay qədim dağdır, amma burada Y variantında biz Çerskinin Tibeti silərik. Çünki kimmeriyə aiddir bunlar. Getdik 48. Sxemdə hansı strukturlar əks olunur? Bunlar divergentdə yaranır. Əsasən qədim dağlarda olur. Yuxarıya qalxan hissə olur horst, aşağı enən isə qraben olur. Doğru cavabımıza baxaq. Deməli, 1-ə veririk qraben, 2-yə də veririk horst. Doğru cavabımız C variantı oldu. Getdik. Burada baxaq. Aha. 49. Miqyassız şərti işarələri müəyyən edin. Miqyassız bizə ümumiyyətlə şərti işarələrini xatırlayaq. 3 növə bölünür. Miqyassız, konturlu, bir də o birisinin adı xəttdir. Deməli, miqyassız istəyirsə, yəni bir dənə olanlar. Kanal bulaq. Kanal ola bilməz. Su kanalı ola bilər bu misal üçün. Bu xəttdə olacaq. Ona görə A ola bilməz. B variantında bağ, sahə bildirir, ola bilməz. Yəni konturludur. Bulaq, su quyusu. Doğru cavabım C variantı. Burada meşədir, çəməndir, sahə bildirdiyi üçün konturludur. Y variantında yol, xəttdir. Doğru cavab C variantıdır. Deməli, 50. Çökmə çuxurları müəyyən edin. Çuxurlar deməli, çökmə olur, maqmatik olur, metamorfik olur. Məndən çökmə istəyirsə, biz bunu çıxdaş üsulu ilə daha rahat eləyə bilərik. Məsələn, baxın, qranit çökmə deyil. Vulkanikdir, vulkanın çölə çıxartdığıdır. B variantında əhəng daşı, qum, daş çöl. Elə bu olacaq. Doğru cavabım B variantı. Baxaq, C-də nə ola bilməz. Məsələn, qranit yenə buradan getdi. Mərmər metamorfikdir, getdi. Qneys getdi. Kvarsitdir, getdi. Bunlar metamorfikdir. Y variantında yenə bunlar gedir. Qranit, mərmər. Doğru cavab B variantı. Primitiv sual idi. 51. Günəş şüaları daha çox əks etdirən səthi örtüyor. Biz bilirik ki, Günəş yer səthi udma qabiliyyətinə görə daha çox udan var, bir də daha az udan. Rəngindən asılı olaraq buzdur, qardır, bunlar daha çox əks etdirir. Misal üçün, günəşdən gələn şüanın 5%-ni udursa, 5%-ni udur və yerdə qalır, 95%-ni isə əks etdirir. Bu olacaq, deməli, buz və qar. Əgər əksinə istəsə ən çox hansı udur, ona biz deməli su daha çox 80-85%-ni udur, 5%-ni isə əks etdirir. Sonra 52. Burada bizim cavabımız buzlaq
qar örtüyü. Burada 51-də A olacaq cavabımız. Getdik 52. Atmosferdə olan azon təbəqəsinin rolu nədir? Deməli, azon təbəqəsi troposferin üstü. Deməli, biz qatları yadımıza salaq. Troposfer, stratosfer, mezosfer, termosfer, eksosfer. Deməli, azon təbəqəsi troposferlə stratosferin arasında olacaq. Azon təbəqəsinin əhəmiyyəti rolu odur ki, o yer səthinə düşən ultrabənövşəyi şüaların zərərli təsirini azaldır. Yəni, onu əks elətdirir, geri göndərir. 53. Verilən ərazilərin hansında qütb parıltısı müşahidə olunur? Qütb parıltısı əsasən qütblərə yaxın olan yerlərdir. Biz də bunlardan hansı qütbə yaxındırsa, onları götürəcəyik. Baxaq, İndoneziya ekvator xəttinin kəsdiyi yerdir. 1. Mümkün deyil. 2. Rusiya, bəli, şimal qütbünə yaxındır. 3. İsveç, bəli, İsveç, Norveç, Finlandiya, Skandinaviyada yerləşir. 3-ü də götürəcəm. Sonra Çili, Cənubi Amerikada yerləşir. Bu mümkün deyil. 4 ola bilir. Bir də Norveç, bu da yerləşəcək Skandinaviya yarımadasında. 54. Geotermik pillərin kiçik olduğu bizdən digər testdə böyük, burada isə kiçik istəyir. Kiçik istəyirsə, xatırlayaq ki, bizə geosinkronal və yaxud da aktiv, mütəhərrik olan ərazilərdən söhbət gedir. Baxaq görək, bunlar hansılardır? 1. Filippin adası, bəli, Filippin adası toqquşma olan ərazidir. Hətta Filippində vulkanlar da var idi. Pinatubodur, Apodur, bura idi. Biri götürürük. Appalaç dağları qədimdir, burada böyük olacaq. Hindistan yarımadası platformadır, böyük olacaq. Ant dağları geosinkronaldır, ona görə 1, 4. Bir də Yapon adaları, bəli, biz bilirik, burada vulkanlar da var. Ona görə doğru cavabımız 1, 4, 5. Burada 55. Kimmer qırşıqlığına aid olan dağlar. Kimmeri Mezozoya aiddir. Mezozoyun Kimmeri qırşıqlığı. Burada 7 dənə dağ var. Həmin dağları 4 dənəsi Rusiyanın ərazisində yerləşir. Variantda məsələn Çerski buradadır. Çerski, Sxot Alin, baxın 2, 4, bir də burada variant 5. Bir də xatırlatma eləyim. Mezozoy qırşıqlığına aid olan dağlar 7 dənə idi. Verxayanski, Çerski, Sxot Alin, Stanovoy silsiləsi. Bunlar oldu Rusiyada. Sonra Himalay dağının üstündə Tibet, Kunlun, Şan. Biri də Şimali Amerikada deməli Kordilyer dağlarının qayalısı. Bunlar da bizim deməli digər testdə baxış keçirdək. Deməli 56-cı tapşırıq bizdə məsələdir. Deməli, dağın yamacında olan A məntəqəsində mütləq hündürlük 2050 metr, B məntəqəsində isə 2500 metrdir. Daha doğrusu 2800 metrdir. İndi baxaq, bir dənə dağ çəkirəm. Daha doğrusu 4800 metr dağın əlbəttə ki, hündür olan hissəsində, yamacında isə 2050 metrdir. Mənə deyir ki, bu məntəqələrdə temperatur fərqini, yəni bununla bunların neçə dərəcə temperatur var. Deməli, biz bunu bir-birindən çıxırıq. Yəni, görüm onların arasında neçə metr? 4800-dən, düzəldək biraz, 4800-dən çıxıram 2050-ni, bu eləyir cavabım 2750 metr. Buradan bura qədər. Mən də bilirəm ki, yuxarıya doğru qalxdıqca hər 1000 metrdə temperatur 6 Selsi düşür. 1000 metrə bu qədərdirsə, görün bəs 2750 metr üçün temperatur nə qədər olur? Biz də bunu tənasübə verəndə 6-nı vururam 2750-yə, gəlin yazaq. 2750-yə bölərəm 1000-ə. Burada deməli, mənim cavabım olacaq. Deməli, 56-cıda cavabımız olacaq 16,5 Selsi. Buradan bura qədər. 57-ci suala baxaq. Uyğunluğu müəyyən edin. Uyğunluğu. İstiqamətlər verib. Gəlin bunu tam aydın başa düşmək üçün bu şəkildə verəcəm. Üfüqün aralıq cəhətləridir.
Baxaq cəhətlərə. Deməli, şimal-qərb istəyirsə məndən, baxın buranı istəyir. Bura olacaq 315, 315. Deməli, 1-ə verdim A-nı. Cənub-şərq deyirsə mənə, cənub-şərq bu istiqamətdir. Bu da olacaq 135. 135 də bu da D variantıdır. Sonra 3-də cənub-qərb deyirsə mənə, deməli bu cənub-qərbdə bu hissədir. Bu da oldu 225. Burada verirəm B variantı. Keçdik situasiyaya. Situasiya bizə həmişə yüksək bal verir. Ona görə buna xüsusi diqqət yetirməliyik. Yer qabığının üst mantiya ilə birlikdə 5 təbəqədə olan litasfer əmələ gətirir. Bu təbəqə litasfer tavaları adlanan ayrı-ayrı parçalardan ibarətdir. Yer səthinə relyefin formalaşması, materiklərin yer dəyişməsi və formalaşmasının dəyişməsi litasfer tavaların hərəkəti ilə bağlıdır. Doğrudur. Litasfer tavaları sərhədlərinin yerləşməsindən asılı olaraq 3 hərəkət istiqaməti fərqləndirilir. Deməli, bizə şəkil verib. Baxın, şəkildə nəyi görürük? Atlantik okeanıdır. Atlantik okeanı divergent, fikir verin, istiqamətlə bir-birindən aralanır. Cənubi Amerika, bir də Afrikadır. Deməli, Cənubi Amerika ilə Afrikanın divergentini istəyir bizdən. Görə bu nə deyir bizə? Deməli, şəkildə verilən litasfer, yəni biraz buranı təmizləyək. Şəkildə verilən litasfer tavalarının hərəkəti nəticəsində hansı okean sahəsi böyüyür və hansı materik bir-birindən uzaqlaşır. Deməli, Atlantik okean yazıram. Atlantik okeanın sahəsi böyüyür. Deməli, Cənubi Amerika ilə Afrika bir-birindən aralanır. 59-a baxırıq. 59-da tavalarının ayrı. Deməli, biz burada yazırıq Afrika, bir dənə Cənubi Amerika. 59 tavalarının ayrıldığı yerdə hansı relyef formaları yaranır? Deməli, tavalar ayrılanda aşağı olan sırf bu tavadan söhbət gedirsə, biz verə bilərik burada müqəddəs Yelena, sonra Voznesiya, Tristanda, Kunya. Bunları da qeyd edə bilərik. Yox, ümumilikdə bizə desə, ümumiyyətlə divergentdə olan adalar biz digərlərində adını verərdik. Məsələn, Azordur, Yaşılburundur, İslandiyadır, sonra Pasxadır, Galapagosdur. Bunları da vermək olar. 60. Tavaların hərəkəti nəticəsində hansı adalar yaranır və onlar nə mənşəli hesab olunur? Baxın, bu sualın cavabını burada qeyd etmişəm. Təsəvvür edin, bu sualın cavabını bura qoyuruq. Hansı mənşəli ada deyəndə? Vulkanik mənşəli ada. 59-a isə biz ada deyə bilərik. Ada. Yerdə hansı relyef formalar yaranır? Ada yarana bilər. Sonra rift dərəsi yarana bilər. Rift dərəsi. Gəlin bunları başqa rəngdə. Deməli, ada, rift dərəsi ola bilər. Bir də orta okean silsiləsi. 3 dənə. Orta okean silsiləsi. Bu qədər. Ümid edirəm, faydalı olacaq.